Niye Allah bizi çok sevsin? Bir dənə yol deyirəm sizə. Ki, bu da praktik bir yol. Gedin yoxlayın. Bu yoludur. Necə sevilim? Necə sevilim? Necə sevilim? Dinə xidmət. Cəmiyyətə xidmət edin. Xidmətiniz çoxaldıqca sevgi də çoxalacaq. Yorulmayın xidmət etməkdən. Ey Allahın yolunda pul xərcləyən qardaşlarım, yorulmayın pul xərcləməkdən. Ey din uğrunda canını verənlər, yaşaça, qocalmısınız. Tabi mənim bəsti demə, son nəfəsə qədər xidmət elə. Son nəfəsə qədər neyləyə bilirsən elə. Son anda da belə deyək də, can üstündə sənə öz hayındasan, birdən imkanın olsa ki, bir dənə söz deyəsən, bir nəfər hidayət olsun, dinən, əsirgəm onu. Nə qədər xidmət edirsiniz, yorulmayın. Allahın minnətidir verib bizə. Allah şahid olsun sözlərinə. Allah minnət edib bizə. Ki, xidmət edirik onun dini üçün. Yoxsa Allahın mənə ehtiyacı var. Mən olmayayım, başqası olsun. Bu dinin sahibi var. Özü qoruyucu. Dua edin ki, biz necə iş görək. Əgər həyat yalnız və yalnız öz ailən, özünü düşünürsən, sevgi olacaq sənə belə çox az. Amma dinə xidmət sevgi çoxalır. Ayə deyirəm qulaq olsun. Ya Yəhya. Bəli ya Rəbbəl ələm ayədir. Xuzil kitabə bi quvvə. Bu kitab ki sənə göndərmişəm, bu dinlə bağlı məlumatlar möhkəm tuta onu, qoru onu. Həm əqlünlə, həm qəlbünlə sarıl, həm gücünlə qoru onu. Şək şübhə atlar cavab verir. Xuzil kitabə bi quvvətin. Şübhələrin qabağında dayan. Gördüyün kitab aradan gedir, canınla qoru. Dinini qoru. Xuzil kitabə bi quvvətin. Nə olacaq ki, ya Rəbbəl aləmin? Davam edirəm. Buyurur, A'teynahul hukmə səbiyyə. Biz ona hikmət verdik. Yəni ilahi marif. Çün böyük bir missiyadır. Və hənanən min lədunnə. Hənan verərik ona. Hənan nədir? Hənan xüsusi cazibəyə deyirlər. Allahla bəşər arasında bir dənə xüsusi cazibənin adına deyirlər. Ərəblər hənan. Çün sənə demişəm, bu dini qoru, sənə hənan verərəm. Canat verim. O başqa bir şeydir. Allah bir daha içində sevgi yaradır. Görsən, gecə gözlərin özü açılır. Durursan bir ibadət edirsən. Ləzzət alırsan xidmətdən, ibadətdən, məhəbbət duyursan oradan. Hənan verərəm sənə, hənan. Sənə bunu vermişəmsə, demişəm, bu nə ilə? Hənan verərəm sənə. Üçüncü nə verərəm sənə? Zəkatən. Zəkat nədir burada mənası? Mənəvi bir paçılıq, inkişaf. Sıralamaya baxın. Mərifət, məhəbbət, paçılıq. Məhəbbətdən öncə mərifət lazımdır. Məhəbbət olandan sonra paçlaşırsan. Ondan sonra nə baş verir? Kənə təqiyyə. Olarsan təqvalı. Allahla ünsiyyətin düzələr. 2. Birrən bi valideyk. Ata-ananla, ailənlə yaxşı olarsan. Allah gəldin ailəyə. Və ləm yekun cəbbarən isiyyə. Cəmiyyətlə də yaxşı olarsan. Allahla ünsiyyəti düzəlməyən ailədə ünsiyyəti düzəlməz. Ailədə ünsiyyəti düzəlməyən də cəmiyyətlə ünsiyyəti düzəlməz.